Epstein'in varisi qurbanlara kompensasiya ödəyəcək. Today Press TV Bloomberg istinadən xəbər verir ki, maliyyəçi Jeffrey Epstein'in hüquqi varisi və onun iki keçmiş əməkdaşı istismar qurbanları olduqlarını bildirən təxminən 40 nəfərə kompensasiya ödəməyə razılaşıb. Məlumata görə tərəflər hələ həllini tapmamış məhkəmə iddialarının bağlanması üçün 35 milyon dollara qədər vəsait ödəməyi qəbul ediblər. Bu məbləğ daha əvvəl Epstein qurbanlarının kompensasiya proqramı çərçivəsində 136 iddiaçıya ödənilmiş 121 milyon dollardan sonra həyata keçiriləcək əlavə ödənişdir. Qeyd edək ki, fevralın 15-də ABŞ Ədliyyə Nazirliyi Epstein işi ilə bağlı sənədlərin açıqlanması prosesini başa çatdırıb. Baş prokuror istintaq materiallarında adları çəkilən 300-ə yaxın tanınmış şəxsin siyahısını təqdim edib. Nazirlik siyahıya daxil edilmənin ittiham irəli sürülməsi və ya qanun pozuntusunun sübuta yetirilməsi anlamına gəlmədiyini xüsusi diqqətə çatdırıb.